Hər vaxtınız xeyir olsun dostlar. Necəsiniz? Bu gün də həmişəki kimi siqnal botu ilə əməliyyatlar açacağıq. Vaxt itirmədən AuroCAD, hal-hazırda AuroCAD-dayıq. Niyə AuroCAD seçmişəm? Çünki deməli 89% verir. Yüksək bu dəqiqə budur. Görün başqa heç baxmadım. CAD-GHF də var, 92%. Buna da nəzər salarıq. Bunu da ulduzluyum. Deməli hal-hazırda stok seçək, real valyutalarda ticarət edirik. Əvvəlki videolarda yəqin baxmısınız, biz ancaq sırf real valyutalardan ticarəti davam elətdirdik. OTC-də də olar təbii ki, amma real daha yaxşıdır. Deməli biz AuroCAD-dayıq deyə bunu axtaraq indi AuroCAD-ı. Səhv etmirəmsə 3-cüdə idimi? Bir dəqiqə baxım. AuroCAD, bəli, 3-cüdə. 1 dəqiqəlikdəyik, M1-dəyik, ona görə M1-i seçirik. Get signal, siqnal alaq. Analiz eləyir indi hal-hazırda. $1 başlayırıq əməliyyata. Aşağı. $1 1 dəqiqəlik aşağı əməliyyat açdıq. İndi mən videonu saxlayım, nəticəsini sizlərlə paylaşacağam. Bəli dostlar, 3 saniyəmiz qalıb artıq və əməliyyat minusla yekunlaşdı. İlk əməliyyatımız minus oldu. Heç nə olmaz, $2 biz yenidən AuroCAD üçün siqnal istəyəcəyik. Seçək yenidən 3-cü hissədə AuroCAD-ı. 1 dəqiqəlik get siqnal. Yenidən analiz eləsin bizim üçün. Yuxarı artış oldu. Görək, yenidən yuxarı verdi. Daha doğrusu bayağı aşağı vermişdi. Bu yaşıl rəng, hər kəs yəqin onu ekranda görə bilir rahatlıqla. Yuxarı, hayır, yəni yuxarı deməkdir. Lower olanda da, qırmızı olanda da aşağı. Eyni qayda ilə də bizə yuxarı verdiyi üçün biz də yuxarı açmışıq. Görək, nəticəsi necə olacaq. Mən videonu kəsim. 3 saniyəmiz qalıb artıq və əməliyyat minusla nəticələndi. Deməli, bizim bir əməliyyatımız $1 bir də martingelimiz. Bunlar deməli minusla nəticələnib. Birinci martingel. İndi keçirik ikinci martingelə. $5 seçim edirik burada. Və yenidən siqnal istəyirik. Bunlar təbii ki, bazarda normal şeylərdir, olan bir şeydir. Yəni, bunun üçün qəti şəkildə heyfslənmək və yaxud belə də pis emosiyalara qapılmaq lazım deyil. Yenidən siqnal istədim AuroCAD üçün. Təzə siqnal gəlsin. Ondan davam edək. Aşağı. $5 aşağı açdıq. Yəni bizim hələ martingel yerimiz $100 üzərindən 6 ədəd martingelimiz var. Daha doğrusu 6 ədəd əməliyyatımız var, 5 martingel edir. Biri onsuz da biz risk atırıq, başlanğıc $1. Ondan sonraki gələnlər martingellərdir. 5 ədəd martingelimiz var. Biz hələ martingelin ikincisinin istifadəsindəyik. Niyəsə bazar bugün açılış yerindən elə bir əks istiqamət hərəkət, siqnalı tam əksinə hərəkət edir. Hələ də deməli bizim martingel dediyimiz kimi yerlər var və bu hələ heç nə demək deyil. Hələ gözləyək. Bu əməliyyat ola bilər, yenə minusla nəticələnə bilər. Təbii ki, bu normaldır. Biz əks halda $11. Yəni mənim o qurduğum martingel sistemi elədir ki, minus olsa belə biz martingeldə o həm itkini götürürük, həm də daha artıq qazanırıq. Yəni hesablasaq siz də görərsiniz ki, daha artıq xeyir verir bizə. Bu əməliyyatda minusla nəticələndi. Başlanğıcda biraz minusla başladıq, heç nə olmaz. Elə bunların videoya düşməsi yaxşı olur. Yəni sırf o bir dənə əməliyyatdan özündən versə və yaxud martingelindən ilə birindən versə, belə deyək, həm video qısa olur, həm də ki, yəni çətinliyə düşəndə ola bilər. Məsələn, bəzi dostlar yeni başlayıb bu bilmirlər necə etmək lazımdır, disiplini qorumaq cəhətdən, riski idarə etməsi cəhətdən və mən də bacardığım qədər onları sizə çatdırmağa çalışıram. AuroCAD-dayıq, yenidən 1 dəqiqəlik seçirik. Get siqnal. Siqnallar $11 əməliyyat açacağıq. Deməli, yuxarı. Bu hissəni qırıb keçməyə dedi yəqin ki, daha doğrusu analizi ona görə verdi. Bizimsə təqribi 50 saniyə vaxtımız qalıb hələ ki. Görək, istiqamət əslində yuxarı, yəni trend əslində dəyişib biraz yuxarı getməlidir.
Amma təbii ki, bazardır. Yəni burada əvvəlcədən heç nə demək olmaz. Çünki korreksiyalar həm M1-dəyik, həm də ki, korreksiyalar var. Yəni həmin korreksiyaya düşsək, əməliyyat minusla nəticələnə bilər. Dünənki videomuzda da ilk başlanğıcda biz biraz martingellərə getdik, amma ondan sonra dalbadal vermişdi. Maksimum 1 martingeli səhv etmirəmsə getmişdi. Siz baxsanız rahatlıqla görə bilərsiniz, səhifədə var videolar. Və çalışacağam ki də davamlı olaraq, yəni belə hər gün videolar atım kanala. Həm elə indi üçün, həm də sonra, yəni canlı olanda, elə canlıda da olduğu kimi də bitir, amma video olanda yaxşıdır ki, sonra da baxmaq mümkündür. 2 saniyəmiz qalıb, ayda. Son saniyədə yox, özün qaytardı. 11 dollarını özün qaytardı, ona görə hələ də 11 dollarını davam edirik. Görürsüz, bax, az qala son saniyədə bizi minus eləyəcəkdi və burada belə şeylər çox olur. Plus da olduğu çox olur, son saniyədə yəni minus olur. Yenidən avrokadı seçdik, get siqnal. Analiz eləsin. Yuxarı. Bu dirəşib ki, yəni buranı qırıb keçəcək yuxarıda, aşağı bunun yeri yoxdur, gəlməyə deyir. Analizi belə eləyib, görək nəticəsi necə olacaq. Mən videonun uzun olmamaq üçün kəsim, son nəticəni sizdən bölüşəcəm. 3 saniyəmiz qalıb artıq dostlar və bu əməliyyat plusla nəticələndi, çox gözəl. Deməli biz indi bax təqribi 6 dəqiqəlik bir video idi. Yəni biraz kəsmişəm uzağı, yəni videonu, çünki o əməliyyatlar vaxt aparır. 20.79 qazandıq. İndiyəcən nə qədər itirmişdik? 19 dollar. Elə deyilmi? Səhv etmirəmsə. Deməli 1, 2, 5. 8 dollar elədi. İndi 11 ilə açdıq. 11 ilə açmışdıq ki, bizə görə nə qədər xeyir verdi. Təqribən hardasa 1 dollar 79 sent. Mən belə hesablayıram. Yoxsa mən səhv hesabladım, bilmirəm. Nəyəsə başım biraz qarışdı. Heç olmaz, yəni əsas odur, nəticə etibarilə plusdayıq. Ola bilər mən səhv hesabladım. Əgər səhv hesablamışamsa, onu zəhmət olmasa siz doğrusun yazarsınız şərhlərə. Və bu valyutadan biz artıq daşınırıq, köçürük, çünki biraz çətinliyə saldı. Yəni elə bil ki 2, 5, 11. 3-cü martingel də gəldi burada. Amma nadir hallarda, yəni əslində yəni belə əvvəlki videolarda da var onsuz da. Yəni çox qalxmır. Sadəcə bazardır. Yəni burada hər şey ola bilər. Ona görə 100% bir şey demək mümkün deyil. Ona görə də botlar maksimum 70-80%-dən yuxarı biraz belə də siqnal verə bilərlər. 100% deyilən bir şey yoxdur. 100% olsa ümumiyyətlə heç, yəni bunu heç buraxmazlar belə bir botu və yəni hər kəs öz işləyir. Mənim satış etməyimin səbəbi, yəni bu müddətli bir satış olacaq. Yəni məqsəd qoymuşam qarşıma ki, biraz balansı çoxaldandan sonra artıq məndə balansda hətta kifayət qədər məbləğ var ki, yəni 1 ilə yox, biraz daha yuxarı ilə başlayım açım. Amma yəni balansı artırmaqdır məqsədim ki, həm belə əməliyyatlarla, həm də satışdan əldə edəcəyim gəliri bu balansa depozit etməklə 1 ilə yox, məsələn, daha yuxarı məbləğlə əməliyyat açım. Tutaq ki, 10 dollar yox, 10 əmsalına, məsələn, 10 dollarla açım, 100 dollar qazanım. Yəni 1 ilə yox, 10-dan açım, 100 qazanım. Və deməli, favoritlərə baxaq, görək, Kadzev bizdə botda olmalı idi. 1 dollarla yenə davam edirik. Stok, yəni real valyuta, sağdakı da OTC, o heç. Kadzev burada bəli. Mövcuddur, 1 dəqiqəlik seçirik. Get siqnal, bizim üçün siqnal versin. Analiz edir burada gördüyünüz kimi. Süni intellekt sayəsində analiz edir, nəzərinizə çatdırım. Yuxarı verdi siqnalı. O, çox qəşəng yerdən açdıq əslində. İndi görək, yenidən qayıtmasa, basmasa aşağı. Gözəl yerdən açılış oldu. Sanki fitil elə biz gözləyirdik ki, o fitil olsun, həmin anı daxil olaq əməliyyata və görək indi nəticəsi necə olacaq. Mən nəticəsini sizlə bölüşəcəm. Videonu kəsim. Bəli dostlar, artıq 5 saniyə qalıb və plus. Gözəl, buradan da götürdük. İndi valyutanı dəyişməyin vaxtıdır. Yəni plus götürdükcə sırf birinə bağlı qalmırıq, dəyişə gedirik. Avrokad eləmişdik, Kadzeyevdə elədik, plus verdi. 92% idi Kadzeyev. Özünüzə çatdırım ki. İndi Avroceyev. Deməli,
Avro ilə İsveçrə frankı. Görək burada olmalıydı. Botda bir dənə baxaq. Avro CHF. Üçüncü hissəyə gələk. Yoxdursa başqa bir valyutaya keçərik. Var. Avro CHF. Yəni mən hamısını əzbər bilmirəm burada, ona görə belə araşdıra gedirəm. Əsasən belə deyək, məşhur olan valyutalarla edirəm. Prosta indi burada 92%-lərəm də videoya yaxşı olmaq üçün edirəm. Üzr istəyirəm. Burada yuxarı yenidən siqnal verdi. Biz də 1 dollarla, itkimiz olmadığı üçün 1 dollarla davam edirik. Avro CHF-də. Mən indi yenidən bağlayım videonun nəticəsini sizlərlə bölüşəcəm. Bəli dostlar, artıq 5 saniyəmiz qalıb. Hələ ki minusdayıq. Görək bir fitil olacaqmı? Yox. Bəli, bu valyuta üçün ilk minus oldu. 2 dollarla yenidən siqnal istəyəcəm vaxt itirmədən. Görək. Minusdan çıxacaq burada. Hansı martingəldə çıxacaq. Elə bundan olsa lap yaxşı. Amma yuxarı getdikcə də qazanc çoxalır. Yəni məndəki martingel cədvəl elədir ki, martingel yuxarı səviyyələrə getdikcə o faiz etibarilə qazanclarımız daha çoxalır. Nəinki indi asıl. Yəqin yenə yuxarı verəcək. Bəli, yenidən yuxarı verdi. Elə təxmin etdiyim kimi. Yenidən vaxt aparmasın deyə videonu kəsəcəm. Nəticəsini də deməli sizlərlə bölüşəcəm. Bəli dostlar, 3 saniyəmiz qalıb. Bu əməliyyat minusla nəticələndi. Birinci martingelimiz minus oldu. İndi 5 dollarla yenidən siqnal istəyəcəm. Avro tərəf bu gün nəsə bizə belə çətinlik yaşatdı. Bayaq Avrokadda da biraz yuxarı getdi martingeldə. Deməli Avro CHF-dəyik hal-hazırda. Onu yenə seçirik. 1 dəqiqəlik. Get siqnal. Siqnal istəyək, analiz eləsin. Yəqin yenidən yuxarı verəcək. Çünki burada impulslar yuxarı göstərir. Bəli, yenidən yuxarı verdi. 5 dollarla biz də əməliyyatı açmışıq. Hal-hazırda təqribən 50 saniyəmiz qalıb. Bizə lazımdır bu şam bitsin və yuxarı impuls başlasın böyük bir şamla. Yəni bununla da artıq bayaq kimi, məsələn bayaq CHF-də bax, demək olar ki, eyni qrafikə oxşuyur da, bax belə. Buralarda açdıq ha, çox gözəl yerdən açdıq biz. Fitili hansı ki elə dedim bayaq, fitil biz gözləyirdik ki, sanki fitil açılsın ondan sonra. Bizə lazımdır bax buradan yenidən basmasın aşağı. Yəni yuxarı getsin və bayaq məsələn gedirdi yuxarı biraz. Riski qırmızı şam gəldi. Bax belə bayaq dediyim kimi yuxarı bir dənə qəşəng impuls olsun və plusumuzu götürək. Deməli itkimiz 3 dollar idi. 1 və 2 qoymuşduq. İndi isə 4.45 qazandıq. Yəni 1.45 ortada xeyirlə. Bəli. Bu da belə. Yəni mən dediyim nədir? Sizə onu çatdırmaq istəyirəm ki, 100 dollar balans üzərindən bu 1 dollarlıq yəni hesablanır. Bu arada mən 1 dollara indirim, sonra yaddan çıxmasın. Bax, dediyim bu yuxarını mən gözləyirdim onsuz da axırda. Ondan əlavə, məsələn, 1 dollarla 100 dollarlıq balansda 1 dollarla 1% ilə əməliyyat açılanda, məsələn, mənim məqsədim odur ki, 1 dollarla günə 6, 10, 12 baxırda, yəni dollar qazanaq, yəni 10, 15, 20 manat arası 100 dollar üzərindən. Yəni bunu da siz aylığa vuranda kifayət qədər gözəl bir məbləğ edir. Yəni vaxta baxın. Yəni gedib bir var hansısa işdə 9 saat, 10 saat işləyib həmin pulu qazanasınız. Yəni təbii ki, risklər mövcuddur, risk hər bir sahədə var. Yəni deməli nəsə texniki problem yaşandı. Mən kəsəsi oldum. Kompüterlə bağlı bir şey oldu. Deməli nə deyirdim? Yəni əsas odur ki, məqsəd odur ki, nə qədər balans qoyarsaq, neçə ilə açsaq, məsələn, həmin qədər də artırsa, neçə dəfə artırsa, o qədər də qazancımız artıq olacaq. Yəni indi bu sırf minimum səviyyə ilə mən sizə göstərirəm. Bu botu da əldə etmək üçün yaza bilərsiniz. Aşağıda mən məlumatları qoyacağam, şərhlə həm də qoyacağam, yerləşdirəcəm. Deməli kanala abunə olun zəhmət olmasa. Yəni bura qədər baxmısınızsa çox sağ olun. Bir də videonu like eləməyi unutmayın. Görürsünüz nə qəşəng bax yuxarı impuls oldu. Bizə də lazım idi, elə plusumuzu götürdük. Oldu dostlar. Özünüzdə müğayət olun. Bot kim əldə etmək istəsə, hal-hazırda 10 nəfərlik endirim kampaniyası var, amma
Bir neçə yer artıq dolubdur. Yəni videodan çox sağ olun. Yəni xoş təəssüratlar aldım mən. Yəni mənə yazırsınız, baxıram ki, Instagramda, TikTokda falan. Amma ki, yəni kim əldə etmək istəsə, biraz endirimdən əldə edə bilər. Oldu, özünüzdən müğayət olun. Sizə bol qazanclar arzulayıram. Sağ olun.